Mən Əhmədov Əli, 36 yaşım var. Hal-hazırda Azəri Gold Qapalı Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıram. Eyni zamanda ikinci yüksəliş müsabiqəsinin qaliblərindən biriyəm. Bakalavr təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetində almışam. Hal-hazırda Böyük Britaniyanın York və Fransanın Strasburg universitetlərində biznesin idarə edilməsi sahəsində magistratura təhsilini davam etdirirəm. Həm yüksəliş müsabiqəsinə iştirakim və eyni zamanda 15 ildən çox peşəkar karyeramda gəldiyim nəticə bu olmuşdur ki, hal-hazırda müasir və dinamik inkişaf edən dünyada hər bir sahədə olduğu kimi əmək bazarında da kifayət qədər yüksək rəqabət mühiti mövcuddur. Və bu rəqabət mühitində baş çıxarmaq üçün və uğur əldə etmək üçün ən vacib amillərdən biri keyfiyyətli təhsildir. Bu baxımdan bütün gənclərə keyfiyyətli təhsil almağa və öz üzərlərində əzmlə işləməyə çağırıram. Salamlar, xoş gördük hər birinizi. Mən Əhmədov Əli, ikinci yüksəliş müsabiqəsinin qaliblərindən biriyəm və eyni zamanda da Azəri Gold Qapalı Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıram. Sizləri burada görmək xoş oldu. İstəyərdim ki, başlamamışdan öncə mövzumuz gördüyünüz kimi gerçək liderlik, lider necə olmalıdır, liderin xüsusiyyətləri və bu barədə biraz müzakirə aparacağıq. Başlamamışdan öncə istəyərdim ki, hər biriniz aktiv olasınız və mən bir çox auditoriyalarda çıxış etmişəm və şəxsən sizə öz müşahidəmi deyim ki, bizim gənclərdə gördüyüm ən belə məni narahat edən məsələ biraz aktiv olmamalarıdır və bəzən suallarda çətinlik çəkilir. Ona görə çalışın mövzu üzrə maraqlı, məntiqli suallarınız varsa buyurun, mütləq verin. Canlı bir diskusiyamız olsun və interaktiv keçsin bizim bugünkü çıxışımız. Ona görə sizdən xahiş edirəm, aktiv olun, suallarınızı verin. Harda fikriniz varsa əlinizi qaldırın və müzakirə edək. Və qeyd edim ki, ən yaxşı sual verən, ən məntiqli, söhbət çox sual verməkdən yox, daha çox məntiqli, keyfiyyətli və mövzuya uyğun sual verən şəxslər biz tərəfimizdən mükafatlandıracaqlar. Ona görə aktiv olun, suallarınızı verin və çalışaq ki, bizim bugünkü verilişimiz daha belə məntiqli və interaktiv olsun. Mövzumuz nədir? Mövzumuz gerçək liderlik, qısa olaraq təbii bacarıq, yoxsa qazanılan təcrübə. Yəni, bu barədə bir çox platformalarda müxtəlif müzakirələr gedir. Lider doğulur, yoxsa lider yaranır. Bu istiqamətdə müzakirəmiz olacaq bizim. İstəyərim keçək slaydlarımıza. Birinci slaydımız qazanılmış liderlik, təcrübənin gücü. İstəyərdim ki, məşhurlardan qısa bir kod gətirək. Tanınmış Amerikanın mühəndisi, yazarı və böyük bir korporasiyanın rəhbəri olan Jack Welch deyir ki, lider olmamışdan əvvəl uğur özünü inkişaf etdirmək deməkdir. Və lider olduqda isə uğur başqalarının inkişafına töhfə verməkdir. Mən hesab edirəm ki, lider tək özünü yox, ətrafını, komandasını düşünən, onları inkişaf elətdirən bir şəxsdir. Bu da liderin bir xüsusiyyətlərindən biridir. Növbəti slaydımıza keçək. İlk sualımız belədir ki, liderlik nədir? Nə fikirləriniz var? Lider kimdir? Lider necə olur? Liderin belə bir anlayışını versək nədir? Buyurun. Belə deyə bilərik ki, lider bir qrup insanı müəyyən məqsədlər ətrafında toplaya bilən və bu məqsədləri reallaşdırmaq üçün onları ələ alan, onları ruhlandıran və uğurlu gələcəkdə müəyyən bir işləri yerinə yetirmək üçün onları ruhlandıran bir şəxsdir. Gözəl, çox maraqlı və məntiqli bir açıqlama idi. Başqa var. Lider kimdir, necə olur? Buyurun. Liderlik dedikdə mənə elə gəlir ki, hər kəs lider ola bilmir.
yəni bildirsək, lider və müdir anlayışından müqayisə etsək, liderlik elədir ki, onun komandası tərəfindən ona qarşı bir inam var və o inamı doğrultmaq üçün birgə komandası ilə işləyir. Mən buna deyərdim ki, liderdir ki, öz komandasının, yəni özündən əlavə olaraq öz komandasının da uğuru üçün əlindən gələni edir. Yəni yalnız özü üçün çalışmır. Gözəl, çox gözəl cavab idi. Çox sağ olun. Davam edəyin bizim slaytlarımıza. Yoldaşlar hər ikisi çox məntiqli bir açıqlama verdilər. Düşünürəm ki, bu həqiqətə çox yaxın idi. Düzdür, lider necə olur, bunun bir formulası yoxdur. Müəyyən yanaşmalar var, müəyyən platformalar, müəyyən izahlar var, amma cavablarına çox yaxın idi. Mən qısa olaraq yeni liderlərdən danışacağam. Liderlər, bəli, dediniz ki, müəyyən məqsədlər ətrafında insanları toplayan, müəyyən bir məqsədə nail olmaq üçün komanda ruhlandıran, siz dediyiniz kimi yanaşmalar var. Mən istəyərdim ki, biz daha çox yeni müasir liderlərdən danışaq. Çünki əsrlər boyu, misal üçün 15-ci əsrdə, 10-cu əsrdə liderlər başqa bir kompetensiyalara malik olmalıdırlar. Onlarda məsələn yaxşı döyüş qabiliyyəti var idi, yaxşı nitq qabiliyyəti var idi, insanları ruhlandırma var idi və s. İndi müasir zamanəmizdə bir balaca bu yanaşmalar dəyişir. İnsanların bu nəsillər dəyişir, Z nəsli və s. və s. Yəni hər bir nəslin özünün bir gözləntiləri var, özünün bir yanaşmaları var. Və indi mən istəyərdim ki, indi bu dəqiqə reallıqlarda liderlərdən nələr gözlənir və lider hansı xüsusiyyətlərə malik olmalıdır və olur. Birinci, lider artıq təkcə titul və idarəetmə bacarığı deyil, təsir bacarığıdır. Yəni, insanları ilhamlandırmaq, insanları motivasiya etmək, bir hansı bir amal ətrafında toplanmaq və onları effektiv idarə etmək. İkincisi, gənclərimiz artıq nüfuz deyil, dəyər axtarır. Misal üçün, bir neçə, hətta bir 10 illiklər əvvəl, məsələn, Sovet dönəmində insanlar nə axtarırlar liderdə? Avtoritar bir insan olur, hansısa bir onun nailiyyətləri olur və onu bir lider kimi qəbul edirlər. Artıq indiki zamanədə insanlar daha çox dəyərləri axtarır. Liderlər hansı dəyərləri, insani keyfiyyətlərə və digər keyfiyyətlərə malik olmalıdır. Onlar da o dəyəri gördükdən sonra onun arxasına getməyə çalışırlar. İndiki bu nəsildə düşünürəm ki, bu yanaşma dəyişib. Mən dediklərimlə hər hansı bir qeyd və yaxud fikir bildirən olsa, kim olsa əlini qaldırsın, müzakirə edəyin. Növbəti məsələ, gənc nəsil artıq sadəcə karyera uğrunda deyil, liderin nəyə xidmət etdiyinə, hansı ictimai və insani prinsipləri təmsil etdiyinə baxır. Bayaq dediyimiz kimi, konkret olaraq əvvəlki dövrlərdən fərqli olaraq, hansı amal uğrunda lider çalışır, hansı onun prinsipləri var, hansı ictimai dəyərləri var. Yəni, bu kimi məsələlər artıq gündəmdədir. Misal üçün, ədalətli lider favoritizmdən uzaq olur, yəni konkret favorit olmur, daha çox komanda üzərində işləyir. Şəffaf lider, yəni gizli qərarlardan daha çox şəffaf, açıq, komanda ilə daim kommunikasiyada olan lider, komanda onun gedişatını, onun fikirlərini, onun prinsiplərini daha aydın başa düşür. Düşünürəm ki, indiki zamanədə daha çox aktual bir mövzudur və eyni zamanda xidmət yönümlü lider yalnız nəticəyə deyil, prosesə və insanlara. Misal üçün, müqayisələr çəkirik 50 il, 100 il əvvəl, SSR dövründə, ondan əvvəl bizim Azərbaycan keçmiş tarixlərə qayıtsaq, dünyada baxsaq, liderlər necə idi, hansı müharibədə qalib oldu, o lider idi. Onun hansı qurbanlar verdiyi, insanlara necə davrandığı çox da önəm verilmirdi. Əsas nəticə idi, qalib olmaq və nüfuzlu bir lider olmaq. İndi bir balaca vəziyyət dəyişir. Yəni, insanlar nəticə əlbəttə ki, önəmlidir, amma nəticədən daha çox insanlar özü necə hiss edirlər liderin yanında. Lider proseslərə, insanlara necə yanaşır, necə önəm verir. Artıq bu məsələlər düşünürəm ki, yeni dövrlərdə, son illərdə daha çox aktual oldu. Çünki dediyim kimi, nəsillər dəyişir və yanaşmalar da dəyişir. Liderlik təbii bir keyfiyyətdir, yoxsa zamanla öyrənilərək inkişaf etdirən bir bacarıqdır. Təqdimatımızın başlanğıcında dediyimiz kimi sual var. Gəlin, biraz bu istiqamətli mövzuda aparan xanım əlini qaldırdı, buyurun. İnkişaf etdirilən bir bacarıq da ola bilər, doğuşdan olan bir liderlik xüsusiyyət də ola bilər. Amma düşünürəm ki, bunlar tam liderlik deyil. Bunların tam olması üçün, tam liderlik üçün həm bacarıq olmalıdır, həm də bu doğuşdan gələn hər hansısa bir xüsusiyyət olmalıdır ki, bir-birini tamamlasınlar. Çünki məsələn, çox yaxşı liderlik xüsusiyyəti ola bilər ki, komandanı birlikdə idarə edə bilir, oradakı münaqişələri bitirə bilir. Amma məsələn, liderdə əgər hər hansısa bir utanma, çəkinmə varsa, bu artıq düşünürəm ki, təcrübələr olmalıdır ki, bunun qarşısını alsın, daha yaxşı lider olmaq üçün daha yaxşı özünü göstərsin. Gözəl, məntiqli cavabı idi. Daha çox liderlikdə təcrübə qazanmaq önəmlidir. Çünki çətin zamanlar böyük insanlar yetişdirir. Hətta buna aid bir aforizm da var, onu demək istəyirəm. Qeyd olunur ki, çətin zamanlar deyildir qəhrəmanlar yaradanlar, çətin zamanlarda ortaya çıxanlardır gerçək qəhrəmanlar. Lider də o çətin situasiyalarda artıq idarə etməyi bacarandır. Daha çox təcrübə tələb eləyir.
Gözəl, gözəl. Buyurun xanım, sonra öbürsü xanım. Bəzi insanlar fikirləşirlər ki, liderlik doğuşdan gələn bir qabiliyyətdir. Amma mən əksini düşünürəm. Məncə lider doğulmur, lider olurlar. Məsələn, biz bunu da bilməliyik ki, liderlik təcrübəyə, iradəyə əsaslanan bir prosesdir. Məsələn, məktəbdə və ya universitetdə hər hansı bir tələbənin sadəcə dinləyici olduğunu, bu vaxtlarda sadəcə dinləyici olduğunu görə bilirik. Lakin daha sonra zaman keçdikcə onun yaxşı bir lider olduğunu, yaxşı bir rəhbər olduğunu müşahidə edə bilərik, görə bilərik. Yəni demək istəyirəm ki, əgər sadəcə doğuşdan gələn bir qabiliyyət olsaydı liderlik, onda heç bir insan dəyişə bilməzdi. Son olaraq fikrimi belə ifadə edeyim ki, təbii bacarıq sənə start verir. Səni finişə aparan təcrübədir. Gözəl. Çox maraqlıdır. Sən xanım demək istəyirdi, buyurun. Mənim fikrimcə liderlik daha çox sonradan qazanılan bir xüsusiyyətdir. Lider olmaq üçün bizə pozitiv olmaq, komanda ruhunda işləməyi bacarmaq və kollektivimizi nəticəyə daha çox faydalar verərək inkişaf etdirmək üçün lazımdır. Və bir şey də vurğulamaq istəyirəm ki, liderlik dedikdə bizə eyni zamanda boss anlayışı gəlir ağlımıza ki, bu onlar hər zaman bir-biri ilə ziddilik təşkil edirlər. Boss deyiləndə bizim ağlımıza gəlir ki, o sadəcə özünü düşünən və nəticənin faydalı olmasını düşünən bir şəxsdir. Lakin lider sadəcə nəticəni düşünmür, eyni zamanda həmin o gedən proses vaxtında, yəni həm pozitiv bir aura ilə, həm yəni komanda üzvlərini düşünür, həm də nəticəsinin daha faydalı olmasına çalışır. Təşəkkürlər, təşəkkürlər. Buyurun, siz də deyin. Mən bildirərdim ki, məncə təbii bir keyfiyyət və sonradan qazanılan liderlik bacarıqları hər ikisi vacibdir. Çünki təbii bacarıq bildirdikdə insanlarda müəyyən bir liderlərdə karizma olmalıdır. Yəni davranış qaydaları olsun, məsuliyyət hissləri olsun və görünüş olaraq da mütləq şəkildə liderliyə uyğun biri olmalıdır. Həmçinin həmin uyğun, belə deyək, komponentlərə uyğun olan bir lider qarşıda komanda ilə birgə işləyərək, bir iş üstündə, bir məqsəd üstündə işləyərək öz belə deyək, bacarıqlarını daha da inkişaf etdirir. Həm komandasından o öyrənir, həm də komandası ondan bəzi şeylər öyrənir məncə. Təşəkkürlər, təşəkkürlər. Və sizdən bir dənə bir xahişim olacaq və əlbəttə bu da özü də bir bacarıqdır ki, siz başa düşən ki, çalışırsınız ki, ətrafı izah edəsiniz. Bu lakonik fikir çatımının özü də bir bacarıqdır. Suallar olanda qısa, konkret, bir neçə cümlədə çatdırın ki, həm vaxtınızı qənaət edək, həm də ki, qısa, lakonik çatdırma, bir də o da istiqamətə inkişaf etdirməyə çalışın. Liderin mənşəyi dediyimiz kimi təbii liderlik və qazanılmış liderlik. Bu istiqamətdə bir çox araşdırmalar, bir çox müzakirələr var, konsepsiyalar var, nəzəriyyələr var. Çoxunuz düzgün vurğuladınız. Bu təbii olan bir prosesdir və genetik olan bir təsirdir və sonradan qazanılmış olar və bir çox alim araşdırmalar olub bu istiqamətdə. Sonraları məsələn Illinois Universitetinin professional araşdırmasına görə təxminən 30%, 26-30% civarında liderlər təbii bir bu proses olur. Təbii bir genetikadır. Bunun 70%-ə yaxın böyük bir hissəsi sonradan qazanılmış bir təcrübədir və bacarıqdır. Yəni bu deməkdir ki, liderlər tək doğulmurlar və lider bir çoxunuz düzgün vurğuladınız ki, liderlik keyfiyyətini inkişaf etdirmək olur. Liderlik aparan yol var və bu yolda bilik, bacarıq, təcrübə, hər hansı bir emosional faktorlar bura çox inkişaf təsir edir və nəticə olaraq bəli, lider tək doğulmur və liderlik sonradan qazanılan da bir bacarıqdır. Bu istiqamətdə çoxunuz düzgün vurğuladınız. Burada təbii liderliyin əsas komponentləri nə ola bilər? Ekstraversiya və əməkdaşlıq, yəni daha çox sosial insanlarla açıq olmaq, ünsiyyətə, münasibətlərə, proseslərə açıq olmaq bir keyfiyyətidir. Şəxsi xüsusiyyətləri liderin özünün empatisi, bunun insanlara təsir etməsi, insanları ilhamlandırmaq birisi özü də bir liderlik keyfiyyətləridir. Və eyni zamanda genetik komponent dediyimiz kimi elə bir insanlar var ki, bunun misal üçün uşaq bağça vaxtından baxırsınız ki, bu hansısa bir liderlik keyfiyyətləri var, seçilir, aktiv olur, hər hansı bir prosesləri misal üçün uşaqlar ətrafına toplayır, hər hansı bir oyunlar oynayır və s. Bu da deməkdir ki, onda nəsə bir genetik var. Amma o demək deyil ki, hər zaman belə olacaq. Onu inkişaf elətdirməsə, təcrübə ilə bunu bərkitməsə, ola bilsin ki, böyüyəndən sonra o liderlik keyfiyyəti sönə bilər və yaxud da ki, arxa plana keçə bilər. Növbəti bizim qazanılmış liderlikdən söhbət edirik. İndi təcrübənin gücü, yəni 70% az bir faiz deyil və bu deməkdir ki, liderliyi əlbəttə ki, qazanmaq olar və bunun üçün də hansı işlər görmək lazımdır, hansı kompetensiyalar lazımdır. Təhsil və təlim bir mənalı şəkildə, yəni təhsilsiz, təlimsiz, özünü inkişaf etdirmədən lider olmur.
Və mən istəyərdim ki, bu verilişimizdən hər biriniz bir fayda götürəsiniz. Tövsiyə budur ki, mütləq şəkildə təhsillənmək lazımdır, yaxşı oxumaq lazımdır. Sadəcə olaraq bu bir şablon sözlər deyil. İstənilən liderə baxsanız, yaxşı təhsili olmayan, yaxşı savadı olmayan, prosesləri yaxşı başa düşməyən insanlardan çox nadir hallarda lider çıxır. Təbii və qazanılmış liderlik, nisbi effektliyin təsiri, yəni burada hansı lider, müasir vəziyyətli lider hansı kompetensiyalara malik olmalıdır? Burada daha çox indiki zamanədə bu ağır, hard skill deyirik buna. Bunlardan daha çox soft skilllər bir dəqiqə önə çıxıbdır. Liderin davranışı, çətin vəziyyətlərdə, böhran vəziyyətlərində instinktiv lider, çətin vəziyyətə özü necə aparacaq? Çox uzağa getməyək, bizim bir neçə il öncə 44 günlük müharibə dövründə bizim cənab prezidentin özünün, misal üçün, o çətin dövrdə özü necə apardı, necə təmkinli, necə səbirli, necə yerli çıxışları, lazım olan məqamlarda sərtliyi, lazım olan məqamlarda yumuşalması, bu hamısı böhran vəziyyətində özünü aparma qabiliyyəti. Ona görə böhran vəziyyəti özünü aparmaq liderin bir xüsusiyyətlərindən biridir. Növbəti uzun müddətli layihələrdə strateji yanaşma. Yəni lider tək qısa bir hədəflər üzərindən yox, daha çox uzun müddətli hədəflərə fokuslanmağı bacarmalıdır. Misal üçün öz misalınıza da baxa bilərsiniz ki, hansısa bir hədəfiniz var. Misal üçün biri var, gəldim bugün mühazirəyə oxudum, semestrin sonunda imtahanı verdim. Bu bir qısa müddətli hədəfdir. Və yaxud da ki, misal üçün mən istəyirəm ki, tutaq ki, 5 il sonra hansı universitetə qəbul olum. Onun üçün nə etmək lazım, hansı plan qurmaq lazım, hansı taktiki və strateji addımlar atmaq lazımdır, hansı kompetensiyalar öyrənmək lazımdır. Bu uzun müddətli hədəflərdir. Hər adam ona çata bilmir. Çox insan var, istəyir ki, mən istəyirəm ki, misal üçün Harvardda oxuyum. Amma onun üçün nə etmək lazımdır ki, Harvardda gedim çıxım. O uzun müddətli müəyyən bir vaxt çərçivəsi uzun müddətli hədəflərdir. Ona görə sizin tələbəlik dövrünüzdə də belə uzun müddətli hədəflər olur. Özünüzə baxın. Misal üçün mən hansısa bir sertifikasiya vermək istəyirəm. Elə sertifikasiya var ki, 3 il, 4 il, 5 il çəkir. Onu davamlı olaraq planlı icra etmən özü də bir liderlik xüsusiyyətidir. Hər adam, misal üçün, mənim sahəmdə ACA var, CFA var. Yəni, onu istəyir 3 il, 4 il çəkir. Hər adam onu axıra çatdıra bilmir. Biri 3-cünü, 5-in paperi verir, 4-cü dayanır. Çünki strateji uzun müddətli plan qura bilmir və hədəfləri net təyin edə bilmir. Situasiya amili nəzərə alınması və ən vacib amillərdən biri də real situasiyada adaptasiya olma qabiliyyətidir. Ki, indiki liderlik dövründə çox önəmlidir və real vəziyyətdə hansı addımlar atmaq lazımdır, hansı qərarlar vermək lazımdır. Lideri də xüsusiyyətləndirən bir xasiyyətlərdən biridir ki, real rejimdə, real anda hansı qərar verəcək, hansı istiqamətə yönələcək, o da çox vacib amillərdən biridir. İstəyərdim ki, sizlərə belə bir sual verim. Siz gənc nəsilsiniz və istəyərdim ki, soruşum sizdə, sizin praktikanızda, tələbəçilik həyatınızda və ya digər bir dövrdə belə bir hallar yaşanıbdırmı? Kimsə özünüz və ya yoldaşınız ətrafınızda kimsəmi liderlik xüsusiyyəti göstərərək hər hansı bir çətin və kritik vəziyyətdə bir qərar verib, hər hansı bir addım atıb və siz onu liderlik qabiliyyəti kimi qiymətləndirirsiniz. Kiminsə belə bir praktikasında olubdurmu? Buyurun. Mən Məcidova Gülay, Azərbaycan Dillər Universitetinin İngilis Dil Müəllimliyi fakültəsində oxuyuram. Bir növ mən sinif nümayəndəsiyəm və mən əvvəl özümdə heç zaman belə liderlik görmürdüm. Lakin bu ortama, kollektivə düşərkən hiss elədim ki, mən bu ortamda özümü lider kimi hiss edirəm və başladım artıq qızlar arasında Necə hiss elədiniz? Necə? Gördüm ki, qızlar idarə edə bilmir. Məsələn, münaqişələr baş verirdi və ya hansısa mövzuda mübahisələr tez-tez olurdu. Mən onların arasını rahatlıqla düzəldə bilirdim və artıq məsələn müəyyən bir yerlərə gedəndə, təşkilatçılıq olanda mən artıq onları rahatlıqla idarə edə bilirdim. Düzdür, çox böyük bir qrup olmasa da, yəni 15 nəfərdən ibarəti, lakin artıq özümdə bir liderlik hissi oyanmışdı o zaman. Gözəl. Azərbaycan Dillər Universitetində təhsil alıram. Beynəlxalq münasibətlər regional şansı fakültəsi 3-cü kurs tələbəsi. Mənə görə liderliyin ən gözəl, ən yaxşı cəhətlərindən biri də budur ki, lider əgər komanda arasında hər hansı bir münaqişə yaranırsa, ona bir tərəfli yanaşmalıdır. Yəni qəti şəkildə iki tərəfin təbii ki, düşüncələrini, fikirlərini almalıdır, amma yox sən düzsən, yox da sən səhvsən deyə bir şey deyə bilməz deyə düşünürəm. Tamam. Xanımın dediyi məsələyə qalsaq, çeviş düşüncə və prioritetə müəyyənləşdirilməsi. Hər hansı bir konflikt var, orada məsələni analiz edirsən və çevik bir qərar verirsən. Sürətli qərar qəbul texnikaları, strateji planlama, hər hansı bir uzun müddət hədəfləri planlamağa bacarmaq lazımdır. Yüksək təzyiq altı soyuqqanlılıq yoldaşdan bir dedi. Həmin anda soyuqqanlı qalmaq, məsələni
düzgün analiz etmək və düzgün qərarlar vermək. Uğursuzluqdan öyrənmək ən kritik məqamlardan biri də mənim fikrimcə ki, budur ki, uğursuzluqlarda nəticə göstərmək. Yəni, səhv etmək normaldır və liderdə düşünürəm ki, keyfiyyətli lider bu səhvlərdən düzgün analiz etməli və düzgün nəticə çıxarmalıdır. Uğursuzluğu mütləq təhlil etmək lazım. Niyə belə oldu, nə üçün baş verdi, bunun kök səbəbi nə idi, bunun uğursuzluğun bir də baş verməsi üçün mən nə etməliyəm və bu kimi sualları mütləq vermək lazımdır. Refleksiya və inkişaf düşüncəsi real vəziyyətlərdə həmin o instinktlərə qulaq asaraq düzgün qərarlar vermə bir instinkt olmalıdır və tənqidi düşüncə, buna indiki zamanda critical thinking deyirlər, bu düzgün analiz etmə. Bunun üçün də bu tənqidi düşüncənin formalaşması üçün çoxlu oxumaq lazımdır, çoxlu məlumatlı olmaq lazımdır ki, sən həmin an böyük bütün o məlumatı generasiya edir və oradan hər hansı bir düzgün bir fikri irəli sürməyi bacarmalıdır. Belə, diqqətiniz üçün təşəkkür edirəm sizə, çox sağ olun. Çıxışın əvvəlində dediyim kimi, ən aktiv, ən maraqlı sual verən gənclərə bizim hədiyyələrimiz var. Bu da düşünürəm ki, sizin üçün bir stimuldur. Qısa deyim ki, sual vermək özü-özlüyündə bir bacarıqdır. Bu sadəcə olaraq sual özünə yaranmır. Sual vermək deməkdir ki, sənin hansı beyində bir proseslər baş verir, müəyyən təhlil olur və o təhlil uyğununda sən sual verirsən. Ona görə sual vermək, məntiqli öz fikrini çatdırmaq çox önəmli faktordur. Yoldaşlardan biri, siz buyurun. Kimə hansını verək, fərqi yoxdur. Hansını istəyirsiniz? Birinci dediniz, seçin hansını istəyirsiniz? Fərqi yoxdur, buyurun. Gəlin sizə bir Astaven hədiyyəsini. Gəlin belə bir sizdən təşəkkür eləyək. Sağ olun, sağ olun. Buyurun siz. Təbrik edirəm. Sonra bizim o yoldaş gəlsin. Təbriklər. Və yaxşı olardı ki, belə bir gender bərabərliyi qorumaqla. Xanım, buyurun siz. Buyurun, təbrik edirik sizi. Bir də bizim xanımlardan kim vermişdi? Xanım, buyurun, siz də. Təbrik edirəm sizi, təbrik edirəm. Və sonda yəqin ki, bu hər bir hadisədən, bəyək liderdən danışdıq, uğur və uğursuzluqdan nəticə çıxarmaq lazımdır. Çalışın, özünüz üçün hər bir prosesdən bir təhlil edin. Özünüzün davranışınızı, özünüzün hərəkətlərinizi, harada nəyi necə edərdiniz və növbəti dəfə nəyi fərqli edərdim, sualını çalışan sözünüzə verin. Və hər bir anda kiminsə hərəkətləri, misal ki, hər hansı bir şəxsi mi, hər hansı bir situasiyada kimsə addım atırsa, hər zaman düşünün ki, bəs mən orada nəyə fərqli edərdim? Mən burada necə edərdim, nə addım atardım? Mühakimə etməkdən daha çox çalışın ki, empatisti quraraq təhlil edəsiniz və həmin situasiyanı özünüzdə bir vizualizasiya edəsiniz. Bu qədər, çox sağ olun. Gəlin bir dənə də xatirə şəkli çəkdirəyin. Və Aminə xanımı da sizə təqdim edirəm, mənim köməkçimdir. O da yüksəliş mentor proqramı çərçivəsində biz tanış olmuşuq və hal-hazırda bizdə mənim bir köməkçim vəzifəsində çalışır. Bu da sizin üçün bir, məncə, motivasiya olar.